Rusiya ilə Amerika arasında münasibətlər qismən də olsa bərpa olunsa, müsbət tendensiya yaransa, o zaman bunun Cənubi Qafqaz elitasının əhval-ruhiyyəsinə təsir edəcəyi aydındır. Bunu Moskva-Bakıya müsahibəsində Rusiyalı politoloq Andrey Bıstritski deyib. Tramp Cənubi Qafqazda heç kimin tərəfində olmayacaq. Eyni zamanda Qərbi Avropalıların regionda fəallığı artacaq və artıq artmaqdadır. Region-daxili münasibətlərin konfigurasiyasından danışırıqsa, onda burada hər bir ölkə öz maraqları haqqında daha çox düşünməli olacaq. Cənubi Qafqazın bütün dövlətləri öz siyasətinə görə çox fərqlidir. Ermənistandan danışırıqsa, o zaman Bidenin dövründə də onun dəstəyi realdan daha simvolik idi. Paşinyan faktorunu izah etmək mənim üçün çətindir. Amma bu tibbi faktdır. O davamlı və çox israrla siyasi ritorika səsləndirir. Hansı ki, orada arzuladığını reallıq kimi qəbul edir. Bidenlə Ermənistana real dəstək olmadı. Eləcə də Avropa tərəfdən. Bu mistika idi. İndi Trumpın dövründə bu mistika da azalacaq. Dəstək isə daha da azalacaq. Gürcüstan son vaxtlar çox müstəqil hərəkət edir. Gürcüstan hakimiyyəti əhalini öz ətrafında birləşdirə bildi. Azərbaycan müstəqil, özünü təmin edən ölkədir. Başqasına deyil, konkret olaraq Azərbaycan Respublikasına lazım olan suveren qərarlar qəbul etmək üçün kifayət qədər güclənmiş bir dövlətdir. Bu və ya digər ölkənin milli elitası möhkəmlənibsə və dövlətin nəyə ehtiyacı olduğunu bilirsə, onda müxtəlif geosiyasi çəkişmələr ölkəyə təsir etmir. O bildirib. Politoloq qeyd edib ki, Cənubi Qafqazda ABŞ-də və ya digər administrasiyanın hakimiyyətdə olmasının əhəmiyyətini şişirtməyə ehtiyac yoxdur. Hətta Trumpın belə sözləri ilə hərəkətləri arasında böyük fərq var. Bəli, ABŞ-nin demokratlar administrasiyası Cənubi Qafqazda respublikaçılardan daha fəal idi. Trump administrasiyası heç bir münaqişənin tərəfi olmaq istəmədiyini və diqqətini Amerikanın daxili işlərinə yönəltmək niyyətində olduğunu vurğulayır.